Bismillah. 27 iyul üçün bürclərin ən şok proqnozu. Qoç, enerjiniz yüksək olacaq. Yeni başlanğıclar uğur gətirə bilər. Amma emosiyalarınızı idarə edin. Buğa, maliyyə sahəsində gözlənilməz fürsət yarana bilər. Böyük xərclərdə tələsməyin. Əkizlər, ünsiyyət və danışıqlar uğurlu alınacaq. Köhnə bir məsələ yenidən gündəmə gələ bilər. Xərçəng, ailə və şəxsi münasibətlərdə xoş dəyişikliklər mümkündür. Səbir qazandıracaq. Şir, doğum gününüzə yaxın bir dövrdə diqqət mərkəzində olacaqsınız. Yeni təkliflər ala bilərsiniz. Qız, iş həyatında məsuliyyət artacaq. Planlı hərəkət etsəniz nəticə uğurlu olacaq. Tərəzi, dostlardan gələn dəstək görəcəksiniz. Maliyyə məsələlərində ehtiyatlı olun. Əqrəb, karyera ilə bağlı vacib qərar vermək lazım gələ bilər. Tələsməyin. Oxatan, səyahət, təhsil və yeni tanışlıqlar üçün əlverişli gündür. Oğlaq, gözlənilməz gəlir və ya faydalı əməkdaşlıq mümkündür. Dolça, münasibətlərdə açıq söhbətlər problemləri həll edə bilər. Gərginlikdən uzaq durun. Balıqlar, intuisiyanız güclü olacaq. Yarımçıq qalan işləri tamamlamaq üçün münasib zamandır. Günün ən şanslı bürcləri Şir, Oğlaq və Oxatan. Uğur, yeni imkanlar və müsbət xəbərlər ön planda olacaq. Günün ən gərgin bürcləri Dolça, Əqrəb və Buğa. Tələsik qərarlardan və lazımsız mübahisələrdən uzaq durmaq faydalıdır.